Və nəhayət ilk altılığının sonuncusu Araz Naxçıvan. Bu komanda evini öz əli ilə yıxdı. Ötən mövsüm Azərbaycan liqasında bürünc medallara qazanan Naxçıvan təmsilçisi ilk dəfə oynadığı UEFA Konfrans liqasında Yunanistan Arisini mübarizədən kənarlaşdırmaqla hamını təəccübləndirdi. Transferlər üçün samballı vəsait xərclənmişdi. Heyət Avrokuboklara vəsiqə uğrunda mübarizə aparacaq gücdə idi. İlk 4 turda 10 xal toplayan Elmar Baxşıyevin komandası birinci zərbəni Qarabağdan aldı. 0-5. Naxçıvan klubunun oyundakı sabitlik bununla da pozuldu. Qış fasiləsinə qədər ara sıra 1-2 qələbə yarıya məlhəm olmadı. Outsider Qəbələyə, o vaxt pis vəziyyətdə olan Neftçi və Sumqayıta məğlubiyyətlər, Şamaxı ilə heç-heçə isə klubun iddialı və emosional rəhbərliyini özündən çıxardı. Dekabrda Azərbaycan Kubokunun 8-1 finalında Kəpəzə uduzub yarışla vidalaşmaq, 10 gün sonra Qarabağdan növbəti 5 qolluq darmadağının alınması. Bununla klubun faktiki sahibi Zaur Axundovun beyni çöndü. Elmar Baxşıyevin Araz Naxçıvandakı etimad güzəşt limiti doldu. Həmin günlərdə çempionatda qış fasiləsi başlayanda Araz Naxçıvan 6-cı sırada idi. 3-cü yerdəki zirədən cəmi 2 xal geri qalırdılar. Bəlkə də odun üstünə yağ tökənlər, ətrafındakilərdən baş məşqçi ilə bağlı Zaur Axundovun qulağını dolduranlar da oldu. Nəticədə Elmar Baxşıyev istefaya göndərildi. Yerinə kim gətirildi? Baş məşqçi kimi heç bir uğuru olmayan Andrey Demçenko. Ukraynalı məşqçi Araz Naxçıvanın nəinki böhrandan çıxardı, əksinə quyunun lap dibinə saldı. Karvan Yevlax və Kəpəzdən sonra mövsümdə ən çox 33 oyunda 58 qol buraxan komanda Araz Naxçıvandır. Martın 18-dən sonra Naxçıvan klubunda rəqibləri üçün sanki bonus kampaniyası başladı. Kimə vacib xal lazım idisə, Demçenkonun komandası onlara uduzmağa hazır vəziyyətdə idi. Yalnız mövsümün son 2 turunda artıq bütün suallara cavab tapıldıqdan sonra Kəpəz və Zirə üzərində əhəmiyyətsiz qələbələrlə Araz Naxçıvan mövsümü 6-cı yerdə, Demçenkonun qışda təhvil aldığı mövqedə başa vurdu. Bu məşqçini Zaur Axundova məsləhət görənlər bəlkə də mövsümün sonunda gizlənməyə siçan deşiyi axtarırdı. Artıq o heyət dağılıb. Demçenko və köməkçilərinin ardınca ondan çox futbolçu, o cümlədən Araz Naxçıvanın bu mövsümki bombardiri Bamuaka Simakala, Felipe Santos və digərləri yola salınıb. Nəticələr haqqında bu qədər. Əlavələr. Hakimlik bu mövsüm son illərdə görülmədiyi qədər bərbad idi. Demək olar ki, hər tur hakimlərlə bağlı şikayət